Qızlar necəsiniz? Çoxdandır YouTube-a bir vlog çəkə bilmirəm. Dedim ən yaxşısı qısa bir vlogdur. Short kimi paylaşım. Anamgilə gəlmişdim. Dedim elə anamın evini təmizləyə sizinlə də qısa bir söhbət eləyək. Anam evdə tək olur demək olar. Bəzən bacımgilə, bəzən də əmisi qızıgilə gedir. Annem də işdə olur. Çox iş görə bilmir. Ona görə dedim ki, anam gələnə kimi biraz ortalığı sərgiyə salım. Burada da qabları falan yığdım. Da Allah rəhmət eləsin, atamdır, qızlar. Belə balaca evimiz var. Çox böyük bir ev deyil. Anam istəyir ki, bunu götürsün, artırsın da. Yəni biraz şəraiti qəşəng eləsin, amma hələ ki qalıb. Mən də anama deyirəm ki, ən yaxşısı bina evidir. Vallah get bina evində qal. Anam da deyir ki, yo istəyirəm ki, bura biraz artırılsın. Siz də gəlin, bağda dincəlin. Dedim ki, əsas özünsən, bizə görə narahat olma. Bilmək olmaz hələ biz neyniyəcəyik. İnşallah bəlkə özümüz elə bağ evi aldıq ya da nə bilim başqa bir şeylər. İnşallah Allah hər kəsin ürəyinə görə versin. Şəhərdə hava küləklidir, biraz soyuqdur, amma rayonda elə heç də elə deyil. Qızlar, rayonda hava çox qəşəngdir. Dedim bəlkə rayon sərin olar. Hətta istədim qalın qutqalarımızı da götürüm, amma yox qızlar, çox istidir. Yəni qəşəngdir hava. Elə buna görə də dedim pərdələrimi qəşəng sərim. Tez qurudu. Sərdim, elə axşamda götürdüm. Keçdim həyəti süpürməyə. Əvvəl elə qəşəng hər yerini süpürürdüm həyətini. Amma indi bilməm qocalıqdandımı, nədəndirmi? Biraz eləyən kimi təngnəfəs oluram. Ona görə eləyə bilmədim. Elə nə elədimsə qənimətdir də, təmizlədim. Yerdən də belə balaca otlar çıxmışdı. Elə xoşuma gəldi. Kommentlərdə bir xanım yazıb ki, çox qızlar deyirsiniz. Bir də ki, qəşəng sözünü çox istifadə edirsiniz. Qızlar, bu kanalı açmışam. Sadəcə danışıq kursları deyil ya da burada demirəm ki, ən yaxşı danışıq mənim danışığımdır. Belə danışmalısınız. Sadəcə hobi kimi istifadə edirəm. Səsləndirməyi sevirəm deyə səsləndirirəm boş vaxtlarımda. Bir də ki, qızlar, nə qədər videonun üzərinə yapışdırıb vursam, altına da videonun yazsam da yenə də deyirlər ki, sənin nə qədər hekayən var. Hər dəfəsində yoruluram, artıq aqressiv cavab verirəm ki, mənə aid deyil, videonun üzərinə yaxşı baxın.